Salam, hər vaxtınız xeyir olsun. Yeni rubrikamızda biz sosial şəbəkələrdə qarşımıza çıxan bəzi şərhləri və mesajları dəyərləndirəcəyik. Bu mənə gələn mesaj və şərhlər də ola bilər, ümumi hər kəsə açıq paylaşılmış nümunələr də ola bilər. Bunları bölüşməkdə məqsədimiz kiminsə xətrinə dəymək deyil, sadəcə dilimizdə çox edilən səhvləri düzəltmək və onları izləyicilərimizlə bölüşərək maarifləndirməkdir. Deməli, əlimizdə belə bir nümunə var. Səhv etmirəmsə, bu hər hansısa bir etiraf səhifəsindən götürülmüş nümunədir. Mən belə başa düşdüm şərhdən. Yazılıb ki, bu gün gördüm oğlanda koridor, açgilit, xoşum gəldi, xoşum çox gəldi, antonim olsun. Deməli, burada düzəldilməli olan çox qeyd var. Ən sonda bu cümləni daha düzgün necə yaza bilərik, onu göstərəcəm sizə. Gəlin birinci zaman zərfinin düzgün yazılışına baxaq. Bugün ifadəsinin düzgün yazılışı bu cür qeyd etdiyim kimidir. Gördüm ifadəsi var burada. Gördüyünüz kimi ölsünə, üsünə diqqət. Oğlan ifadəsində işlənmiş dadə yerlik hal şəkilçisi məncə yerində deyil. Ona görə də onu hələ ki şəkilçisiz düzgün yazılışını yazıram. Koridor çox adam tərəfindən səhv yazılan sözdür. Düzgün yazılış budur. Tələffüzdə koridor olacaq. Açgili yerinə eynəkli və ya gözlüklü istifadə edə bilərsiniz. Gözlüklü. Çox xoşum gəldi. Daha düzgün olacaq. Çox xoşum gəldi. Son olaraq da antonim olsun nümunəsi. Antonim sinonim olmanın ehtiyacı yoxdur. Anonim olsun yaza bilərsiniz. Anonim ifadəsi gizli deməkdir. Məsələn, mən deyirəm ki, Instagramda anonim hesab yaratdım. Və bütün bunları topladığımızda alınan düzgün cümlə budur. Məsələn, deyirəm ki, bugün koridorda eynəkli və ya gözlüklü oğlan gördüm. Bunu biraz səliqəyə salım icazənizlə. Bu niyə uzanmır? Bugün koridorda eynəkli, gözlüklü oğlan gördüm. Çox xoşum gəldi. Anonim olsun.